Əliyev Sahir 16 il xüsusi təyinatlı qüvvələrdə xidmət eləyib. Aprel döyüşləri iştirakçısıdır. Bir çox təlimlərdə iştirak eləyib. Vətən müharibəsində, 44 günlük vətən müharibəsində şuurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, ruhları şad olsun. Bugün onların sayəsində bütöv Azərbaycan olmuşuq, onların sayəsində suveren bir dövlət olmuşuq. Fəxr edirik, şəhid yoldaşı olmaq həm çətindir, həm də qürurudur. Necə deyim, həm ata olursan, həm ana olursan, həm qadın olursan, həm kişi olursan. Amma çətin də olsa qürurudur. Məsələn, bir şəhid yoldaşıyam deyəndə, o 3000 şəhid içində, 90-cı illər, 92, 20 yanvar şəhidlərinin içində, necə deyim, vətəni azad eləmək, vətən uğrunda canından keçmək, hər oğlun işi deyil. Hər insanın işi deyil. Çünki mən yoldaşım müharibəyə gedəndə dedi ki, təlimə gedim. Çünki onlar çox təlimə gedirdilər. Sentyabrın 25-i idi, axşam gəldi. Dedi ki, təlimə gedirəm, bir iki həftəlik gedib qayıdacağım. Amma bəzi iş yoldaşları gedəndə demişdi ki, çünki yoldaşları ilə əlaqə saxlayanda dedilər ki, demişdi ki, gedirik, tabutumuzla da gələ bilər, 3 rəngli bayrağa bükülmüş. Amma mən yoldaşım demədi, bizi pis vəziyyətdə qoymaq istəmədi. Gedən dedi, bir iki həftəlik təlimə gedib qayıdacağım. Amma gedəndən sonra qapıdan sentyabrın 26-sı yola salanda səhər, qapıda məni üzür sayın qucaqladı, möhkəm ol dedi, getdi. Saat 5 idi. 27'si səhər dedilər müharibə başlayıb, zəng elədim. Yoldaşım zəng elədi, dedim sahib, bəs deyirlər müharibə başlayıb, deyir, yox, narahat olma, biz hələ çıxmamışıq. Heç onda da məni qorxutmaq istəmədi. Sonra müharibə vaxtında əlaqə 3 gün danışmırdı, 4-cü gün yığırdı, bir həftə danışmırdı, 5-ci gün yığırdı. Bir dəfə də yığdı, axır il oktyabrın ortaları idi. Oktyabrın 29'u zəng elədi. Onda danışdıq, vəssalam. Sonra dedilər ki, Şuşaya çıxırlar. Amma yoldaşım 2 dəfə yaralı olub, Qəbələdə yatıb, zəng eləyib, danışıb, demişəm ki, yaralısan, yatırsan, həmişə də deyib ki, yox, yaralı deyirəm, hospitala gəlib buradan, yenə bizə bildirməyib ki, pis olmayaq. Gəlib bizi görməyib, özü də pis olar, biz də pis olarıq, belə. Yəni 2 dəfə yaralı olub, amma bilməmişik. Axırıncı dəfə noyabrda Şuşaya çıxıblar. Noyabrın 5-dən 6-sına keçən gecə Şuşa uğrunda gedən döyüşlərdə iş yoldaşı deyir, tankın üstündəki güllə ilə vurulub. Yazılan yer var, Xan kəndinə düşən yerdə, orada gedəndə gördük, deyir, sahib oturub da, yəni şəhid olub, qanat varmadan şəhid olub. Biz bilməmişiz, 6'sı oldu, 8'i oldu dedilər, Şuşa alındı,
Onu oldu dediler qələbədə, amma mən sevinmədim. Burada atmışdılar da o vaxtı. Dedim nə vaxt sahib zəng eləyəcək, mən onda sevinərəm də. Sahib zəng eləməsə mən sevinmirəm. 11-i Ülvinin kursa aparırdı, Xırdalanda kurs var. Oradan gəldi, rayondan zəng gəldi ki, gəlin kəndə də sahib yaralıdır, kəndə gəlin. Mən də dedim ki, indi 14 il biz evli olmuşuq, bilirəm də hərbi işini. Dedim ki, yaralı olanı hospitala gətirərlər də, kəndə niyə gətirirlər, kəndə niyə gəlim? Dedilər, siz gəlin. Getdik kəndə. İndi də həyəcan basır, o günlər yada düşəndə, həmin vaxtı koronaydı. Postlar qurulmuşdu. Postdan birinci buraxmadılar bizi, saxladılar, soruşdular. Birinci şofer düşdü, nəsə dedi. Ondan sonra bütün postlar üzümüzə açıldı. Bildim ki, vəziyyət yaxşı deyil. Elə kəndin özünə çatanda o vaxtı təcili yardım maşınları, insan izdihamı, uşaqların qaçıb atalarını axtarmaqları, atanın atağını. Səhər 12-si səhərdə ata gəldi, aparıb dəfn elədilər. Oğlum onda 10 yaşı var idi, 5-də oxuyurdu. Apardı atasını, dəfn elədi, oxuya videoları da var. Gətirdi, bayrağı mənə verdi. Atamız şəhid oldu. Vətən uğrunda, torpaq uğrunda şəhid oldu. Hələ səndən hekayələr, nə nağıllar danışarlar, çıxarmarıq səni yaddan. Deyərik sirdaşımızdır, o bizim qardaşımızdır, o cavan köşkü həyatdan. Üstündən çıxan əşyalardı sahibi, paltarların əşyalarını gətirdilər. Üstündən çıxan kaşlokdur. Kaşlokunda 100 manat var, işlətməyib onu. Mən də dəyməmişəm, işlətməmişəm, yadigar qalıb. Boynundan çıxandı. Bunlarda belə bir şey olur, boynundan çıxandı. Sepi. Ətridir, saxlamışam, yadigar. Bu bunun gündəliyini başlayanda yazdığı sözlərdir, qoludur. Bu da yarım qalan gündəliyi. Bura kimi yazıb, burada artıq burada bitib.